Bismillahirrahmanirrahim. Salam, xoş gördük hər birinizi, hörmətli izləyicilərimiz. Allahın salavatı, salamı, rəhməti, bərəkəti və məğfirəti sizə olsun inşallah. Bildiyimiz kimi mübarək Ramazan ayının artıq sonuna yaxınlaşırıq və bu ayın bitməsinə sayılı günlər qalıbdır. Allah Teala inşallah bu ayda etdiyiniz ibadətləri, tutduğunuz oruçları, qıldığınız namazları, etdiyiniz duaları ali dərəcədə inşallah öz dərgahında qəbul eləsin. Bildiyimiz kimi Ramazan ayının bir çox əməlləri vardır. Və bunlardan sonuncusu fitrə zəkatıdır. Fitrə zəkatı hər bir müsəlmana vacib olan bir əməldir. Əgər biz Ramazanı bir ev inşasına və bir ev binasına bənzətsək, əgər Ramazan ayını sıfırdan bir evin inşasına bənzətsək, fitrə zəkatı onun sonuncu kərpici və sonuncu daşı hesab oluna bilər. Əgər o daşı yerinə qoymasaq, sanki ev naqis qala bilər və kənardan naqis görünə bilər. Fitrə sözünün mənası, lüğəti mənası fitrət sözündəndir. Yəni ki, insanlar bu bir ayda, Ramazan ayı boyunca sanki günahlardan arınır, bütün pisliklərdən, çirkablardan, çirkinliklərdən, əxlaqi rəzilə sifətlərindən uzaqlaşır və öz fitrətinə qayıdır. Fətara sözü, yəni ki, həmin o fitrət sözüdür ki, yenidən yaradılır sanki insanoğlu. Öz yaranışına, ilkin yaranışına dönür. Və insanoğlunun bütün günahları bu ayda əff olunur. Təbii ki, Allahın Rəsulu buyururdu ki, Ramazan ayı elə bir aydır ki, onun əvvəli rəhmət, ortası istiğfar, sonu isə məğfirətdir. Yəni, insanoğlu əvvəldə Allahın rəhmətindən üzləşir. Ortada istiğfar eləməlidir. Qədir gecələri Allah Teala bizə 1000 aydan üstün olan bir gecə hədiyyə eləyibdir, bəxş eləyibdir. Biz müsəlmanlara bir fürsət tanıyıbdır ki, insanoğlu 1000 aydan üstün olan bir gecədə Allah Teala'dan öz hacətlərini alsın. 1000 ayın ibadətindən, 1000 ayın cihadından, 1000 ayın çalışmasından daha üstün olan bir gecə. 80 ildən üstün olan bir gecədir Qədir gecəsi. Və Ramazanın ortasında sanki Allah Müteal bizə bu fürsəti tanıyır Qədir gecəsinin vasitəsilə ki, insanoğlu sözün həqqi mənasında öz fitrətinə qayıtsın, öz həqiqi kimliyini tapsın, öz mənəviyyatını zənginləşdirsin. Ramazan ayı sırf iftar süfrələrindən ibarət olan bir ay deyil. Ramazan ayı sözün həqqi mənasında ilk öncə nəfsin saflaşdırılması, nəfsin təhzib edilməsi, tərbiyə edilməsi ayıdır. İnsan özündən başlamalıdır bu ayda. İnsan tövbə ilə, istiğfarla, əxlaqi rəzilə sifətlərdən uzaq olmaqla, təfəkkürlə mənəviyyətini zənginləşdirməlidir bu ayda. Və eyni zamanda da bu ay yardımlaşma ayıdır. İnsan öz həqiqi fitrətinə qaydanda, öz həqiqi insanlığına geri dönəndə, günahların çirkabından uzaqlaşanda istər-istəməz içərisindən bir kasıba, miskinə, ehtiyaclıya əl tutmaq hissi də oyanır. Ramazan ayının sonuna yaxınlaşırıq. Gəlin oturaq öz-özümüzə özümüzlə haqq hesab aparaq. Bir özümüzü hesaba çəkək. Görək, sözün həqqi mənasında bu ayın haqqını istənilən kimi əda eləyə bildikmi? Nə qədər özümüzlə məşğul olduq, nə qədər nəfsimizi təhsib eləyə bildik, saflaşdıra bildik, nə qədər günahlardan uzaq qala bildik, nə qədər günaha həqiqi tövbə eləyə bildik daha doğrusu. Neçə kasıbın evinə getdik, qapısını döydük, neçə yetimi sevindirdik, neçə ehtiyaclının ehtiyacını aradan qaldıra bildik. Bunun hamısı özümüzün özümüzə veriləcək suallarımızdır ki, Ramazan ayının sonunda gəlib baxaq ki, sözün həqqi mənasında biz öz fitrətimizə həqiqətən də dönə bildikmi?
biz günahlardan uzaqlaşa bildikmi? Bəli əzizlərim, fitrə zəkatının həqiqi terminoloji mənası, lüğət mənası budur. Və bir mənası da, istilah mənası da, terminoloji mənasıdır ki, o da budur ki, hər bir müsəlman, ağlı başında olan müsəlman, təbii ki, əqli qüsurlu insanlara fitrə zəkatı vermək vacib deyil. Əgər ağlı başındadırsa və öz ailəsini bir illik təmin etmək qüdrətinə malikdirsə, yəni fəqir deyilsə, kasıb deyilsə, bu insan fitrə verməlidir. Ramazan ayının son gecəsi, hatta sabahki bayram günü olacaq, axşamdan bu insan özünə və ailəsinin yerinə fitrə çıxmalıdır. Yəni onun çörək yeyəni hesab olunan hər kəs varsa onun ailəsində, o həmin şəxslərin fitrəsinə çıxmalıdır. Yəni ki, artıq sabah elan olundu, Ramazan ayıdır. Bir şəxs axşamdan onun evində çörək yeyəni hesab olunan, hətta dəvət etdiyi qonaq belə olsa, onun fitrəsi ev sahibinin boynuna vacib olur. Yəni ki, fitrəsini çıxmalıdır, sabahsı bayram günü onu kasıba, yaxud da fəqirə, miskinə çatdırmalıdır. Ortaya belə bir sual çıxır ki, bəs başa düşdük fitrə nədir, fitrə nə cür verilməlidir, ancaq fitrəni nələrdən vermək olar? Fitrənin miqdarı, fitrə hansı məhsullardan verilməlidir? Bizim şəriətimizə, fikrimizə əsasən fitrə bu cürdür, fitrə qayda qanunu ki, yaşadığımız ictimaiyyətdə, yaşadığımız ölkədə, yaşadığımız cəmiyyətdə ən çox yayğın istifadə olunan hər hansı bir qida məhsulunun üzərində biz eləyə bilərik fitrə zəkatını hesablayaq. Bu qida məhsulu, yenə deyirəm, yaşadığımız ölkədə və ətraf çevrəmizdə ən çox yayılan və ən çox istifadə olunan qida məhsulları ola bilər. Yəni bizim yaşadığımız ölkədə, Qafqaz regionunda xüsusilə ən çox yayılmış və çox istifadə olunan qida məhsullarından biri sırf çörək olduğuna görə əksər hallarda biz görürük ki, insanlar, yəni ki, bunu çörəyin üzərində. Təbii ki, sırf çörək olmaya bilər, yəni ki, çörəyin istehsal olunduğu hər hansı bir maddə. Unun üzərində bunu götürmək olar. Bu ola bilər arpa unu olsun, ola bilər buğda unu olsun və yaxud da çovdar unu olsun və başqaları. Hər hansının üzərində biz eləyə bilərik 3 kiloqramını. Yəni yayğın yayılmış bir qida məhlulunun, qida məhsulunun 3 kiloqramının üzərində götürülməlidir. Bilirsiniz, bəzən bunun yerli idarələr tərəfindən, din adamları tərəfindən, yəni ki, bu məsələ izah olunanda minimumun üzərində götürülür. Məsələn, çörəyin istehsal olunduğu, çörəyin ərsiyə gəlindiyi hər hansı bir məhsul, hər hansı bir qida növü, məsələn, un minimum ola bilər. Ancaq bu o demək deyil ki, imkanı çoxalan insanlar maksimumu verə bilməzlər. Bu o məniyə gəlmir. Bir insanın əgər imkanları minimum həddədirsə, o eləyə bilər minimumun üzərindən götürsün. Məsələn, unun üzərində götürsün. Misal üçün, şəkər tozunun üzərində götürsün. Hər hansı bir qida məhsulunun üzərində götürsün. Ancaq imkanları geniş olan insanlar gərək bu ayda bir qədər əli açıqlıq nümayiş elətdirələr, bir qədər səxavət nümayiş elətdirələr özlərindən. Misal olaraq, məntəqəmizdə geniş formada istifadə olunan qida məhsullarından biri də ətdir. Məcbur deyil ki, hər dəfə kasıba sırf minimum üzərindən götürək 3 kiloqram unun məsələn qarşılığını verək, miqdarını verək. Eləyə bilərik, ətin üzərində götürək, adam başına, ailədə 3 kiloqram ətin üzərindən hesablayaq və kasıba o formada verək. Xurmanın üzərindən ola bilər. Bilirsiniz, xurma da müxtəlif qiymətlərdədir. Xurma var, məsələn, çox minimum qiymətə satılır, xurma var, keyfiyyət isə yuxarı olduğuna görə maksimum və yuxarı qiymətə hesablanan xurmalar var. Kişmişin üzərində götürmək olar və s. və ilə axır. Yəni ağlınıza gələn hər hansı bir qida növünün üzərində götürmək olar. Amma yenə təkrar eləyirəm ki,
imkanlı şəxslər Allahın ona bəxş elədiyi var-dövlətdən gərək bu ayda, xüsusilə rəhmət ayında siminçlik eləməyələr, əli bağlılıq eləməyələr, bir qədər səxavət nümayiş elətdirələr ki, Allah da baxa onların əməllərinə və öz ruzisini onlara daha artıq formada verə. Ortaya çıxan suallardan biri də budur ki, bəs fitrəni kimlərə vermək lazımdır və yaxud da kimlərə fitrə vermək ümumiyyətlə olmaz və haramdır. Deməli, əvvəldə də qeyd etdiyimiz kimi fitrə kasıb insana verilməlidir. Misal üçün, əgər bir insan ailəsinin bir illik gəlirini təmin edə bilmirsə, bu əlil insan da ola bilər, bu xəstə insan da ola bilər, bu ümumiyyətlə imkansız kasıb işləyə bilməyən insan da ola bilər. Yəni ki, burada kasıblıq və fəqirlik şərtdir ki, insan sırf fəqiri seçməlidir. Bəs kimə fitrə vermək olmaz? Burada bir nüans var ki, Peyğəmbər ailəsinin nümayəndələri, seyidlər. Əgər bir insan özü seyid deyilsə, qarşı tərəf seyid olarsa, seyidə fitrə verə bilməz. Seyidə yalnız seyid fitrə verə bilər. Və bu hökm ona dəlalət edir ki, bu hökmlə Peyğəmbər ailəsinin nümayəndələrinin, Peyğəmbər ailəsinin üzvlərinin ehtiramı, onların hörməti maksimum dərəcədə qorunsun. Və biləsən ki, bir insan fitrəni, bir məsələ də budur ki, biləsən sən fitrə verdiyin şəxs bunu 100% məsiyyət və günahda istifadə eləyəcək. Misal üçün, içkiyə, alkoqola aludə olmuş, alkoqol aludəçisi olan bir insandır, gəlir səndən fitrə pul istəyir. Sən bilirsən ki, bu insan bunu aparacaq, verəcək alkoqola. Yəni, bunun yəqinən adın kimi əminsən. Belə olan halda o insana fitrə verməməlisən. Çünki bilirsən ki, bu fitrəni aparıb günaha xərc eləyəcək və özü də günaha düşəcək, səni də günaha salacaq. Belə olan halda həmin şəxsə fitrə vermək olmaz. Bəs fitrəni verdiyimiz insan, kasıb, ehtiyaclı insan məhz bilməlidirmi ki, bu fitrə zəkatının puludur? Xeyr. Yəni, bilə də bilər, bilməyə də bilər. Əgər bir insan fitrə zəkatını ona verdiyin zaman səndən soruşmur ki, bu nə puludur, sən sadəcə olaraq ona bir bayramlıq hədiyyəsi kimi təqdim eləyə bilərsən bunu. Yox, əgər soruşarsa bu fitrə zəkatırmı, bəli, deyə də bilərsən. Yəni, bunun qarşı tərəfin bilib-bilməməsinin buna elə bir əhəmiyyəti yoxdur. Və fitrənin faydalarından da budur ki, bunu yaxşı dərk eləmək lazımdır, bunu yaxşı düşünmək lazımdır üzərindəki fitrənin insanoğluna böyük faydaları vardır. Vacibini, boynundan bir vacibi yerinə yetirirsən, bu öz yerində əda eləyirsən, Allahın bir göstərişini, bu öz yerində qarşı tərəfi, qarşılığı da budur ki, fitrə zəkatını vermək insanın başına gələ biləcək hər hansı bir ağır ağla gəlib gəlməyən bəlalardan insanı hifz eləyir, insanı qoruyur. İnsanın bəzi hallarda var ki, hətta o müəlləq ölümü, hətmi əcəl deyil, o müəlləq hər hansı bir işlərlə, hər hansı bir günahlarla, hər hansı bir qəfil xətalarla, yəni ki, əlaqəli olan o ölümü belə fitrə zəkatı gecikdirə bilir. Allah Teala inşallah bu Ramazan ayının sonunda hər birimizi bağışlasın. Ən azından qəlblərimizi, ürəklərimizi, nəfslərimizi saflaşdırmaqda Allah Müteala hər birimizə inşallah yardımcı olsun və bu Ramazanı bizim ömrümüzün son Ramazanı inşallah qərar verməsin. Allah bu ayda etdiklərimiz duaları öz dərgahında ali dərəcədə qəbul eləsin. Tutduğumuz oruçları, qıldığımız namazları inşallah bu ayda Haqq Teala dərgahında ali dərəcədə qəbul eləsin inşallah. Çox sağ olun. Gələn verilişlərdə, gələn videolarda görüşmək ümidi ilə. Vəssalamu aleykum və rəhmətullahi və barakatuhu.